bugünkü mövzumuz əməliyyatların idarə edilməsində insan resursları, işin dizaynı və ölçülməsi. Deməli, ümumiyyətlə, bu haqda danışacağıq ki, yəni əməliyyatların idarə edilməsi nədir? Orada işin dizaynı, ölçülməsi dedikdə nə nəzərdə tutulur? Yəni, birinci, əməliyyatların idarə edilməsi müəssisənin effektivliyini təmin edir. Əməliyyatların idarə edilməsi, yəni nə dedikdə, bu başa düşürük ki, yəni hər hansısa bir əməliyyatdır, bir prosesdir, o icra olunur və bu zaman bizə lazım olan müəyyən aspektlər var. Yəni, işi necə icra edirik, hansı nəticəyə gəlib çıxacaq, bunları müəyyənləşdirik və bu zaman bizə yəni müəyyən aspektlər biri də, lazım olanlardan biri insan resurslarıdır və bu prosesin əsas dayağıdır. Yəni, bizim üçün əhəmiyyətlidir ki, yəni insan resursları, düzdür, biz hər hansı əməliyyatların idarə edilməsində bizə deyək ki, müəyyən bir obyekt, müəssisə lazımdır və yaxud orada bir işi icra etmək üçün müəyyən təchizat zəncirini icra etmək üçün müəyyən deməli, işçi heyəti lazımdır. Yəni, insan resursları da bura aiddir. Bizə lazım olanlar, yəni burada obyektlər ilə yanaşı, yəni işi necə quracağıq, onu bilmək lazımdır. Orada işi qurmaq üçün bizə lazım olanlar nədir? Hansı materiallardan, hansı deməli ləvazimatlardan istifadə edəcəyik? Məsələn, işin proqnozunu, planlaşdırmasını, layihəsini düzgün icra etmək lazımdır. Və bu səbəblərdə bunlardan bizə ən lazım olan keyfiyyətlərdən, yəni planımızın, idarəmizin, əməliyyatımızın idarə olunması üçün insan resurslarının əhəmiyyəti haqqında yenə qeyd edəcəyik. Deməli, burada insan resurslarının rolu, yəni az əvvəl də qeyd etdiyimiz kimi əhəmiyyətlidir və işçilərin seçilməsi, inkişafı və motivasiyası əməliyyatların effektivliyinə təsir göstərir. Yəni, məsəl üçün, insan resursları dedikdə burada işçilər nəzərdə tutulur. Yəni, biz bilirik ki, burada onlar müəyyən deməli, işləri icra edirlər, öz işlərinə, bilik səviyyələrinə, təcrübələrinə görə müəyyən kateqoriyalara bölünmüş olar ki, məsəl üçün, lider vəzifəsində olan, menecer vəzifəsində olan və yaxud ondan daha, məsələn, fərqli vəzifələr icra edilənlər var ki, hərə üzərinə düşən işi icra edirlər və bunun nəticəsində də əməliyyatlar düzgün idarə olunmuş olur, düzgün qurulmuş olur və işçilərin seçilməsi, yəni əhəmiyyətlidir. Məsəl üçün, harada hansı işçiyə ehtiyac vardırsa, onu düzgün seçmək lazımdır və bunu seçərkən, yəni onu nəzərə almaq lazım ki, onun təhsili bu səviyyəyə uyğundurmu və yaxud, məsəl üçün, praktiki bacarığı vardırmı, təhsillə yanaşı o, yəni işi, məsələn, səriştəli icra etməlidir. Məsələn, insan resurslarında bunu qeyd edilməliyik və onların inkişafı, motivasiyası, yəni əməliyyatların effektivliyinə təsir göstərir, qeyd etmişdik. Məsələn, işçilər, yəni fərqi yoxdur hansı sahə üzrə, hansı iş icra edir, yəni daima inkişaf eləməlidir, öyrənməlidir. Biz bilirik ki, hal-hazırda yəni innovasiya geniş şəkildə inkişaf edir və bunun nəticəsində insanlar buna uyğunlaşmalıdır və bununla da yəni onlar daha da işlərini yaxşı nəticələndirə bilərlər. Motivasiyada yəni biz bilirik də, yəni o ruhlandırmaq nəzərdə tutulur. İşçiləri müxtəlif variantlarda, müxtəlif formada motivasiya etməyimiz deməli əhəmiyyətlidir. Deməli, onlarda yəni həmin bu sahə üzrə onlara müəyyən mükafatlar verilə bilər, müəyyən güzəştlər oluna bilər. Yəni, bu işin səviyyəsinə uyğun dəyişə bilər və işin dizaynında da işin məhsuldarlığı, işin keyfiyyəti əhəmiyyətlidir. Yəni, işin məhsuldarlığı nə qədər məhsul əldə etdiyimizlə yanaşı, işin nə qədər əhəmiyyətli olduğu, onun bizə nə dərəcədə lazım olduğu, effektivliyi, kreativliyi bu hissiyat, yəni keyfiyyəti bu hissədə qeyd oluna bilər və işin dizaynının əsasları. İşin dizaynının əsasları dedikdə bizə lazım olan aspektlər nədir? İşin məzmunu, vəzifələrin bölünməsi, məsuliyyət bölgüsü və digər nümunələr bura aid ola bilər. Məsəl üçün, işin dizaynında əsas qeyd elədiyimiz hissələrdən biri işin məzmunudur. İşin məzmunu, yəni İşimizin mövzusu, əsas məğzi nədən ibarətdir, onu biz müəyyənləşdiririk və nəzərə almış oluruq ki, yəni buna əsasən öz işimizi icra edirik. Vəzifələrin bölünməsi. Bəli, işlərdə müəyyən yəni kateqoriyalar var, müəyyən dərəcələr vardır və buna görə də vəzifələrin bölünməsi prosesi gedir. Yəni işçilər, insan resurslarına əsasən işçilər bölünür ki, məsələn, kim hansı işi etsin. Adi, məsələn, kiçik bir nümunə üzərindən praktiki cəhətdən izah eləsək, iqtisadi cəhətdə də bu bir aiddir. Məsəl üçün, adi bir restoran düşünək. Burada belə bir nümunə üzərindən qeyd eləyək ki, məsələn, işlər, orada yeməyi pişirən ayrıdır, aşbazdır. Yeməyi, deməli, müştəriləri qarşılayan bir ayrısıdır. Məsələn, müştəriləri yeməyi, deməli, hansı, məsələn, növü istədiyini, onu qəbul edən ayrıdır. Yəni, qarsonlar, məsəl üçün, bura aid ola bilər nümunə olaraq. Məsələn, bu, yenə iqtisadiyyatın bir növü, bir rol oynayır, yəni, burada. Yəni, vəzifələrin bölünməsində. Məsəl üçün, onlardan hesaba alan, yəni, nə qədər, məsəl üçün, oradan
xidmət göstərilib, ona uyğun hesaba almaq bu ayrı məsələn iş üzrə bölünür. Məsuliyyət bölgüsü də eyni ilə vəzifələrin bölünməsinə uyğun. Yəni hər öz işin necə icra edəcəyini məsuliyyət bölgüsünü bilməlidir. Yəni məsuliyyət bölgüsü də hamı üzərində eyni cür olmur. Yəni eləsi var ki, daha çox məsələn çətin iş icra eləyir və bunun nəticəsində onun məsuliyyətinə daha çox iş düşmüş olur. Bu təbii ki, müəyyən şeylərə görə dəyişir. Məsələn, əmək haqqına görə bu dəyişilə bilər ki, məsələn işi daha çox gördüyü üçün onun əmək haqqına da təsir edə bilər. İşin dizaynının modelləri məsəl üçün nümunə olaraq deyə bilər ki, işin genişləndirilməsi, işin zənginləşdirilməsi, işin rotasiyası bunlar nümunə ola bilər. İşin genişləndirilməsi nədir? Məsəl üçün, biz hər hansısa bir iş görürük, onu biraz daha da əhatələndirib, şaxələndirib, məsələn, ayrı qollarını aça bilərik. Adi yenə bir nümunə üzərindən götürək. Məsələn, aşpaz həm yemək pişirir, deyək ki, yeməkləri həm də servis edir. Bu da onun öz işini genişləndirmiş olur, biraz daha da əhatələndirmiş olur. Yəni, zənginləşdirmə ilə əlaqəlidir həmin bu proses. İşin rotasiyası nədir? İşin dizayn modellərində İşin rotasiyası odur ki, yəni müəyyən bir vəzifə üzrə tutan, yəni vəzifəsi olan şəxs bir vəzifədən digər vəzifəyə keçirilməsi deməkdir. Bu da müəyyən aspektlər əsasında həyata keçirilmiş olur. Məsəl üçün, adi dövlət qulluğu sahəsində buna nümunə olaraq göstərə bilər ki, məsələn, işin rotasiyası olur. Deyək ki, ən azından yəni əsas inzibati vəzifələri icra edilir, 5 il müddətində işləyibdirsə, bu deyək ki, bir vəzifədən digər bir vəzifəyə keçirilə bilər. Yəni bu qısa müddətli, uzun müddətli ola bilər. Bunun rotasiyasında əsas aspektlər nədir? Deyək ki, onu əgər yaşayış yerini dəyişirsə, başqa yerə gedirsə, onu məsəl üçün müəyyən müvəqqəti yaşayış yerinə təmin olunması, özü ailəsi üçün müəyyən güzəştlərin, işlərin idarə olunmasına köməkliyin, dəstəyin göstərilməsi bura aid ola bilər. Bu olmasın başqa sahə üzrə ola bilər. Yenə az əvvəl qeyd elədiyimiz, yəni bunlar hamısı elə bir növ iqtisadiyyatdır. Yəni bu hamısı bir-birinə əhatəlidir. Yəni bunları nümunə göstərməyimiz mümkündür. İşin ölçülməsi. İşin ölçülməsi, yəni bu keyfiyyət baxımından da ölçülə bilər, zaman baxımından da ölçülə bilər. Məsələn, işlərin yerinə yetirilməsi üçün tələb olunan vaxtın təyini biz burada qeyd etmişik. Yəni bir işi nə qədər müddətə təyin edirik? Təbii ki, məsələn, normalda yəni iş ilə baxsaq, səhər saat 9-dan axşam saat 6-ya qədər deyək ki, iş vardır, iş rejimidir. Amma müəyyən işlər var ki, deyək ki, dəyişdirib, məsəl üçün, yəni müəyyən qaydaya görə, nəyəsə görə dəyişdirib, deyək ki, səhər saat 10-dan axşam saat 7-yə qədər iş rejimini dəyişdirib, mümkün eləməyimiz olar. Amma onu da qeyd edeyim ki, bəzən elə yerlər var ki, işin saatını dəyişdirmək olmaz da, yəni işdən asılı olaraq bu qeyd olunur. Məsəl üçün, bir aşpaz nahar yeməyi hazırlamalıdır, bu nümunə üzərindən göstərək. Deyək ki, nahar yeməyin vaxtı bəllidir də, biz bilirik ki, saat 1-də, günorta vaxtında, məsələn, nahar yeməyidir. Amma bunun həmin vaxt icra eləmir. Deyək ki, səhər saat 8-də və yaxud axşam saat məsələn 5-ə salırıqsa, bu artıq nahar yeməyinə uyğun bir işin quruluşu olmur. Yəni bu da bir nəhayətində iş olduğu üçün bunun əhəmiyyətini biz qeyd edə bilərik. Daha sonra iş ölçülməsinin əsas məqsədləri, yəni optimal iş vaxtının müəyyən edilməsi, əmək bölgüsünün təkmilləşdirilməsi, məhsuldarlığın artırılması. Yəni bu əsas, yəni iş nə üçün ölçülür? Məqsədləri bunlar ki, yəni iş vaxtı müəyyən olması. Az əvvəldə qeyd etdiyimiz kimi nəzərə alınır. Yəni nə vaxt iş başlayır, nə vaxt bitir, hansı proseslərdən keçir. Əmək bölgüsü də həmin bu sahəyə aiddir ki, yəni nəzərə alınır ki, iş saatına, işin məsuliyyətinə, yəni stajına, dərəcəsinə, işi icra etmə qabiliyyətinə, bacarığına əsasən əmək bölgüsü də bu sahədə təkmilləşdirilə bilər. Məsəl üçün, onlara müəyyən motivasiyalar oluna bilər və yaxud işi tam düzgün icra edə bilmirsə, onlara əlavə təlimin tədris olunması da mümkündür. Məhsuldarlığın artırılması elə məhz bu sahə ilə qeyd olunur ki, yəni biz məhsuldarlığımızı artırmış oluq. Effektivlik ayrı, yəni öz nəticəsini göstərmiş olur. Bir var ki, bir məhsulu istehsal edir, müəyyən vaxt, məsəl üçün, bir adam bir işi, məsələn, bir fabrika düşünək, hər hansı bir müəssisə obyekt düşünək, orada müəyyən qədər işçisi vardı. Onlar, məsəl üçün, sifariş alıblar ki, bir həftəyə, məsələn, 500 min dənə hər hansı bir məhsulu istehsal edib, yerinə yetirib, onlara təhvil verəcəklər, təbii ki, müəyyən ödəniş müqabilində. Amma onu da qeyd edeyim ki, məsəl üçün, bir işi hər hansısa bir, məsəl üçün, qələmi istehsalı bir saata 5 dənəsini eləyirsə, artıq o həmin günü, məsəl üçün, 8 saat işləyirsə, o həmin o 8-i 5-ə vururuq, onun nəticəsini müəyyənləşdirmiş olur. Sonra oradakı ümumi işçilərinin sayına vururuq o nəticədən. Yəni, bir həftəyə, məsəl üçün, o sifarişi məhsuldarlığa artıra biləcəklərmi, artırmayacaqlarmı, ona nəzərə alaraqdan həmin o işi icra edirlər. Yəni, məsəl üçün, vaxtında yetişdirə biləcəklərmi, əlavə işçiyə ehtiyac vardırmı və yaxud
Eyni ilə insan resurslarında bəzən elə ola bilər ki, məsələn, əlavə işçiyə də ehtiyac yoxdur. Ya ki, artıq işlər icra olunur və həmin şəxs məsəl üçün işi düzgün icra edə bilmirsə, onda həmin insan resursuna da ehtiyac yoxdur. Yəni dediyimiz kimi həm düzgün işçi seçilməlidir, həm işi düzgün bacara bilən işçi seçilməlidir. Yəni bunu bacara bilməyən işçi də yoxdursa, o zaman işin gedişatında müəyyən dəyişikliklər baş verir. Ki, məsəl üçün işdən kənarlaşdırmaq və yaxud müəyyən tədbirlərin onun haqqında görülməsi mümkündür. Metodlar, yəni həmin bu metodlarda az əvvəl qeyd etdiyimizdə nümunə ola bilər ki, yəni metodlar zaman tədqiqatları, metod təhlili, standart vaxtların müəyyənləşdirilməsi. Yəni az əvvəl qeyd etdiklərimiz kimidir ki, bu zamanları müəyyənləşdiririk, onların nə vaxt, nəyi necə icra edəcəyimizi öyrənirik, bilirik və standart vaxtları müəyyənləşdiririk. Yəni məsələn, hansı vaxt aralığında olacağı olur. Metod təhlili isə həmin bu hissiyə aiddir ki, yəni biz məsələn, nəzərə almış oluruq ki, bu işi əməliyyatlarda icra edirik, bu prosesdən istifadə edirik, nə qədər məhsuldarlıq əldə etmiş olduq və yaxud nə qədər nəticəyə gəlmiş olduq, bunları nəzərə alıb həmin bu işi icra edirik. Yəni metod təhlili ümumi bu etdiklərimizi nəzərdən keçiririk, yoxlayıb monitorinqinə əsasən müəyyən bir nəticəyə gəlmiş oluruq ki, və təbii ki, istəyimiz odur ki, müsbət nəticə əldə edək. Əməliyyatların idarə edilməsi və HR, yəni Human Resource, insan resursları olaraq nəzərdə tutulur, belə qeyd eləyək. Yəni, Human Resource, həmin bu insan resurslarının strategiyası əməliyyatlarla uyumlu olmalıdır. Dediyimiz kimi, yəni başqa bir nümunə üzərindən götürək, yəni insan resursları işi düzgün şəkildə icra eləməlidir. Yəni insanlar nəyi harda necə edəcəyini bilməlidirlər. Həmin bu əməliyyatların uyumluluğu da onunla bağlıdır. Məsəl üçün, deyək ki, bir məktəb düşünək, bu da yenə bir insan resursları ilə bağlıdır. Riyaziyyat müəlliminə ehtiyac vardır. Riyaziyyat müəlliminə ehtiyac varsa, biz gətirib ora ingilis dili müəllimi işə qəbul etməmiz təbii ki, düzgündür. Düzdür, məsəl üçün, biz təməldə qoyduq ki, təhsil önəmlidir, bacarıq önəmlidir, amma düzgün təhsil önəmlidir. Məsələn, riyaziyyat müəllimi necə ingilis dili dərsi deyə bilər? Məsələn, bunları müəyyənləşdirməyimiz önəmlidir. Və yəni, həmin bunların nəticəsində də motivasiya və səmərəliliyi də qeyd etməliyik. Yəni, istehsalın bunlar keyfiyyətini artırmış olurlar. İstehsalın motivasiya artırsa əgər, təbii ki, həmin bu istehsal keyfiyyəti yüksək səviyyəli olur. İstehsal dedikdə təkcə, yəni hər hansısa bir, məsəl üçün, qələmi istehsal elədik, hər hansı bir cihazı istehsal elədik, bununla olmur. Adə ilə bir müəllim olaraq düşünək ki, müəllim motivasiyalıdırsa, onda onun, deyək ki, dərs keçmə qabiliyyəti daha yüksək səviyyəli olur, daha enerjili olur ki, bunu da qavramağı, qarşı tərəfin qavramağı bunu emosional şəkildə, yəni daha rahat ola bilər. Bu da ona nümunə olur. Yəni, həmin bu hissədə səmərəliliyi, biz faydasını, əhəmiyyətini göstərmiş oluruq və işin sadələşdirilməsi, proseslərin optimallaşdırılması, yəni dəqiqləşdirilməsi deməkdir. Yəni, işin necə, hansı formada icra olunması dəqiqləşdirilməsidir. Hədəf isə lazımsız addımların çıxarılmasıdır. Məsəl üçün, biz bir iş görürük, bu işi görərkən müəyyən etaplardan keçirik də, amma bəzən görürük ki, bu etabı eləməsək də avtomatik digər etaba keçsə, məsələn 1, 2, 3-cü addımlar deyil. Orada birinci addımdan 3-cü addıma keçsə, ikinci addımı etməsək, ona ayırdığımız vaxt məsəl üçün lazımsız ola bilər və yaxud ona ayırdığımız xərc, qoyduğumuz kapital görürüksə, məsəl üçün çox da əhəmiyyətli deyilsə, həmən bu lazımsız addımlar aradan çıxarılmış olur. Daha sonra iş təhlili, yəni vəzifə tələblərinin və işçi bacarıqlarının müəyyən edilməsi. Vəzifə tələblərinin və işçi bacarıqlarının idarə olunması, yəni müəyyən edilməsi əhəmiyyətlidir. İşin təhlilində, yəni işi analiz eləmiş oluruq, müşahidə eləmiş oluruq və nəticəyə gəlirik ki, yəni vəzifələr hansı səviyyədə icra olunur, hər kəs öz üzərinə düşən işi necə icra edir. Məsələn, bu əhəmiyyətlidir. Vəzifələr düzgün bölünsə də belə, yəni hər şey tam şəkildə düzgün yerinə yetirsə, işçidə məsuliyyət səviyyəsi də əhəmiyyətlidir. Yəni, öz bacarığı olsa da belə, yəni o bacarığından düzgün istifadə etmirsə, məsələn, iş vaxtında icra etmirsə, məsuliyyəti yanaşmırsa, artıq bu işin effektini azaltmış olur. Yəni, yaxşı nəticəyə gətirib çıxarmış olmaz. Yəni, bunlar hamısı bir-biri ilə zəncirvari əlaqəlidir. Human Resource və texnologiya, həmin HR, yəni insan resursları deməkdir. Avtomatlaşdırma və informasiya sistemləri iş yükünü azaldır. Təbii ki, hal-hazırki dövrümüz biz bilirik ki, innovasiya, texnologiya əsridir. Gün-gündən çiçəklənmə, tərəqqi, yüksəliş, inkişaf davam edir və bunun nəticəsində də yəni
insanların işi daha da asanlaşmış olur. Yəni fərqi yoxdur əməliyyatların idarə edilməsi insan resurslarında. Yəni bütün sahələrdə bunu biz qeyd etməyimiz mümkündür ki, yəni texnologiya inkişaf edir. İnsanların məsəl üçün vaxtına qənaət olunmuş olur. Enerji sərfiyyatı məsəl üçün daha aşağı düşmüş olur ki, məsələn insanların əlavə daha faydalı sərfəlişlərlə məşğul olmağa vaxtı olmuş olur. Məsələn ona ayıracaq onun əlavə motivasiyası olur ki, bunun nəticəsində də insanlar yəni işi daha rahat şəkildə icra edirlər. Komanda idarə etməsi, biz bilirik ki, rəhbər başda durur, onlar komanda, qrup şəklində nəyisə bir şey icra edirlər. Təbii ki, yenə işin bölünməsi, vəzifələrin düzgün icrası ilə bağlı. Effektiv əməkdaşlıq əməliyyat uğurunun əsas faktorudur. Təbii ki, yəni əməkdaşlıq önəmlidir. Yəni orada istər başda duran liderdə olan müəyyən proqnoz, məsəl üçün qabiliyyətlər olmalıdır. O proqnozlaşdırmanı bilməlidir, işçilər arasında motivasiyanı yaratmalıdır. O məsəl üçün etik davranış nümunəsini olmalıdır və bu kimi nümunələr bura aid ola bilər. Yəni əməkdaşlar da eyni ilə menecerin, liderin nümunə götürüb özləri də öz üzərinə düşən vəzifələri icra etsələr əgər, yəni təbii ki, yaxşı nəticə almış olar. Yəni bu əsas faktordur. Həmin bunlar yəni bir-biri ilə əlaqəli olduğu üçün o da bura nümunə ola bilər. Performans ölçülməsi, yəni performans əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi deməkdir. Yəni kim işi hansı səviyyədə icra edir? İndi yaxşı işləri böldük. Məsəl üçün hamı təchizat zəncirinin əməliyyatların idarə edilməsində yaratdıq. Hər hansı bir sahə üzrə işi icra edirik. Amma onlara nəzarət də olmalıdır, monitorinq də olmalıdır. Müəyyən müddətlər çərçivəsində məsəl üçün bunlar bu proseslər həyata keçirilir ki, kim hansı səviyyədə işi icra. Yəni performansın ölçülməsini burada yəni əhəmiyyətini göstərir ki, yaxşı onun təhsili də var, bacarığı da, qabiliyyəti də var, amma işi məsəl üçün düzgün icra etmir, müəyyən səbəblərdən etmirsə, artıq onun performansına müəyyən nəticələrdə mənfi təsir göstərir. Yəni bu araşdırılıb ortaya qoyulur ki, nəyə görə icra etmir və bunun nəticəsində də müəyyən tədbirlər görülmüş olur. Yəni ya işdən uzaqlaşdırmaq, ya məsəl üçün əmək haqqında endirimin olması və digər proseslər də yenə bura nümunə ola bilər. Performansın göstəriciləri keyfiyyət, sürət, dəqiqlik. Keyfiyyət, yəni az əvvəl qeyd elədiklərimiz bunlara nümunə ola bilər. Sürət isə yəni işin vaxtı ilə bağlıdır. Yəni məsələn işi yubatmaq, gecikdirmək olmaz. Yəni hansı vaxtda, formada deyilibsə, onlara uyğun olmalıdır və dəqiq. Məsəl üçün sənə nəsə bir iş deyilibdirsə, bunu sən özün onu düzgün icra etməlisən. Yəni sənə deyilən, deyilməyən onu müəyyənləşdirməlisən ki, dəqiq iş icra olunsun. İşin deməli dizaynı ölçülməsi, işin dizaynında işin strukturu, işin ölçülməsində işin vaxtı deməli öz əhəmiyyətini göstərir. İşin strukturu az əvvəl qeyd elədiyimiz nümunələr və danışdığımız nəzərə cəhətlər bura nümunə ola bilər ki, işin strukturu yəni quruluşluğuna aiddir. Ölçülməsində isə vaxtın əhəmiyyətini qeyd etmişdik və daha sonra keyfiyyəti, onun xüsusiyyətlərini müəyyən qədər qeyd etmiş olduq. Deməli, bu da yenə həmin bu, yəni bura nümunə ola bilər. Əməliyyatlarda insan faktoru əməliyyat keyfiyyətinə birbaşa təsir edir. Bəli, bunu da biz yəni az əvvəl də yenə qeyd etdiyimiz kimi əməliyyatlarda insan faktoru xüsusilə yəni qeyd olunur ki, işlər düzdür, innovasiya dövrüdür, texnologiya əsridir, en qədər məsəl üçün cihazlar, kompüterlər, yəni obyektlər olsa da belə onları nəzarət edən, onları quraşdıran olmalıdır və bunlar da təbii ki, yenə insanlardır, insan faktorudur ki, onu birbaşa təsirini biz daima, yəni işin hər bir hissəsində görməyimiz mümkündür. Strateji human resource planlaması, yəni insan resursları, işçi tələbinin proqnozlaşdırılması burada qeyd olunub. Kadrların seçilməsində yenə bunu da qeyd edə bilərik. Həmin bu işçilərin yəni işə qəbulu ilə bağlı düzgün işi icra etməsi, vəzifənin bölünməsi, hansı səviyyədə necə icra olunması haqqında. Məsələn, departamentin deməli sifarişləri işçi tələb forması. Yəni nəzərə alınır. Məsəl üçün deyək ki, praktiki cəhətdən nəzərə alınır. Məsələn, iş təcrübəsi nəzərə alınır. Müəyyən orada göstəricilər qoyurlar ki, buna görə onlar məsələn işçiyə ehtiyac var. Məsəl üçün onlara vakansiya verilir və s. Yəni işçi mənbələrinin müəyyən olunması, öyrənilir ki, artıq hardan hansı işçilər tapıla bilər, elanlar verilir.
öz göstəriciləri qeyd olunmuş olur. İlkin olaraq, yəni işçilər orada CV-lərini göstərirlər. Bu seçim ola bilər, telefon müsahibəsi ola bilər ki, məsəl üçün bəzən danışıqlarda bura qeyd oluna bilər. Tet-a-tet müsahibə, yəni baş-başa gedib müəyyən müddət müqabilində, məsəl üçün orada sual-cavab olur işlə bağlı, orada göstərilən qanunlarla bağlı, onlara müsahibələr də ola bilər ki, işə qəbulla bağlı. Onun da nəticəsində əsasən ya işə qəbul olunur, ya da ki, yox. Və müqavilə də bağlanır. Yəni, məsələn, işçi işə qəbul olunur, müqaviləndə nə nəzərdə tutulur? Yəni, işçi hansı işi icra edəcək, hansı vəzifəni yerinə yetirəcək və hansı, məsələn, günlərdə, vaxtı, əmək haqqısı və s. bunlar artıq orada müəyyənləşdirilmiş olur. Təlim və inkişaf işçinin bilik və bacarıqlarının artırılması. Təlim və inkişaf dedikdə, yəni işçilər təbii ki, işlərini icra edirlər, amma bəzən yəni onların inkişafı üçün təlimə də ehtiyac var. Düzdür, bəzən işi düzgün icra edə bilməməsi, yəni tam icra edə bilməmək, yəni çatışmamazlıqlar varsa da təlim ola bilər və yaxud da ki, müəyyən inkişafla bağlı, yəni ehtiyac duyularsa, baxmayaraq ki, yəni müəyyən səviyyədə biliyi, elmi vardır, amma yenə də onlara təlim də oluna bilər. Yəni öz ixtisasına, işi icra etməsinə görə bunlar yəni mümkündür. Bilik və bacarığının artırılması üçün əhəmiyyətli rol oynayır. Deməli, nəticədə onu da qeyd edə bilərik ki, yəni effektiv insan resursları düzgün iş dizaynı gətirib çıxarır yüksək əməliyyat performansına. Yəni, onun nəticəsində həmin bu sadaladıqlarımız yaxşı nəticəyə gətirib çıxarmış olur. Artıq əməliyyatların düzgün icrası, düzgün təchizat zəncirinin qurulması, işçilərin düzgün işə qəbulu, işləri icra etməsi və yaxşı nəticələrə gətirib çıxarmış olur. İzlədiyiniz üçün təşəkkürlər.